Mətbuatında bu cür xəbərlər tirajlanırdı ki, Rusiya Xəzər dənizi vasitəsilə İrana yardım edir. Elə bu məlumatların ardınca İsrail Ənzəli limanı bombaladı və Rusiya isə bu hadisəni pislədi. Məlumatları təqdim etdi, amma informasiyalarımız bunlarla da kifayətlənmir. Digər xəbərləri isə elə müzakirələrimizin içərisində diqqətinizə çatdıracağıq. Studiyamızın qonağı Milli Məclisin üzvü Azər Allahveranovla həmsöhbətik. Belə ki, Azər bəy, xoş gördük sizi, xoş gəlmişsiniz. Xoş gününüz olsun. Azər bəy, bir çox məqamlar var. İlk olaraq istəyirəm ki, İtaliyanın Azərbaycanla danışıqları istiqamətində dəyərləndirmələrinizi alaq. Rastlafanın vurulması böyük bir belə deyək, səs-küyə səbəb oldu dünyada. Çünki önəmli yerə malik dünyadakı maliyyələşdirilmiş qaz tədarükünün, ixracının belə deyək, bir çox formada bunu adlandıra bilərik. Bundan sonra dünya iqtisadiyyatında biz artıq təsirləri görə bilirik. İlk saatlardan bu təsirlər göründü. Dünəndən etibarən isə neft-qaz qiymətlərində tarixi rekordlar müşahidə edilir. Bu mənada İtaliyaya vurulur ki, Avropa ölkələri ilə bərabər Rusiya ilə ticarəti bərpa etmək niyyətində deyilik, fərqli ölkələrlə danışırıq. Onların içərisində də Azərbaycan var. İlk olaraq bu istiqamətdə qiymətləndirmələrlə başlayaq ki, həqiqətən də bu enerji böhranı Azərbaycanın da təhlükəsiz və eyni zamanda dayanıqlı bir tərəfdaş olaraq rolunu önə çəkir, elə deyilmi? Şübhəsiz Nurani xanım və faktiki olaraq artıq bu məlumatlar fonunda Azərbaycanın hər zaman adının məhz müəyyən kontekstdə təhlükəsizliyin təmin olunmasına bilavasitə iştirak edən, xüsusilə də Avropa ölkələri üçün enerji təhlükəsizliyinə zəmanət verən bir tərəf kimi səsləndirilməsi ondan xəbər verir ki, şübhəsiz ki, bir çox dövlətlər, xüsusilə də indi bu gedən münaqişələr fonunda özlərinin enerjiyə olan ehtiyacının böyük bir hissəsini bəlkə də məhz Azərbaycan hesabına təmin etmək niyyətindədirlər ki, bu səbəbdən də sizin xəbərdə də qeyd olunduğu kimi İtaliyanın və Azərbaycanın aidiyyəti strukturlarının nümayəndələri arasında müəyyən təmaslar barədə informasiya, ən azından kütləvi informasiya vasitələrində yer almaqdadır. Bunu göstərir ki, bəli, tək İtaliyada yox, ümumiyyətlə digər dövlətlərdə faktiki olaraq bugün daha sabit görünən və Azərbaycan vasitəsilə, Azərbaycan üzərindən, o cümlədən də Azərbaycanın ixrac olunan qaz və neft resurslarına ehtiyacı hesabına müəyyən mənada öz enerji təhlükəsizliyini təmin etmək istəyirlər. İndi burada həcm məsələsi var. Çünki bəllidir ki, Azərbaycandan da ixrac olunan qazın da müəyyən hədləri var və bu da razılaşdırılmış. O çox iki tərəfli və çox tərəfli sazilər əsasında baş verə biləcək bir prosesdir ən azından. Amma hasilatın artırılması, qaz hasilatının artırılması eyni zamanda Azərbaycan qarşısında yeni çağırışlar formalaşdırır və bununla da bağlı Prezident İlham Əliyev ən azından bildiyiniz kimi bu yaxınlarda keçirilən Cənub Qaz Dəhlizi ölkələrinin müşavirə sessiyasında ən azından bu məsələyə xüsusilə toxunmuş oldu ki, bir neçə yataqlar var ki, onların üzərində Abşerondur və digər Şah Dəniz 2 və digər yataqlarda bilirsiniz ki, o müəyyən o hasilatın artırılması ilə bağlı zəruri işlər həyata keçirilməkdədir. Yəni potensial bu baxımdan var, amma bu elə dərhal yerinə getirilə biləcək bir iş deyil. Bunun üçün də təbii ki, müəyyən mənada zaman lazımdır və digər tərəfdən də o həcmdə qazın ixrac olunması üçün o eyni zamanda borunun özünün faktiki olaraq o infrastruktur bu həcmlərə cavab verməlidir. Yəni bununla da bağlı zəruri işlərin həyata keçirilməsinə ehtiyac var. Eyni zamanda yadınızdadırsa elə həmin o məlum çıxış zamanı o 13-cü sessiyadakı 14-cü sessiyadakı çıxışda xüsusilə vurğulandı ki, yeni kollektorların, interkonnektorların quraşdırılmasına da çox ciddi ehtiyac var ki, yəni həmin o həcmin ötürülməsi qabiliyyəti bir qədər də artırılmış olsun. Amma bu, yenə dediyimiz kimi, yəni bu qısa bir müddətdə baş verə biləcək bir proses deyil. Amma strateji cəhətdən artıq diversifikasiya olunacaq qaz idxalı məsələsi bugün Avropa dövlətlərinin böyük əksəriyyətini düşündürən məsələdir. Çünki faktiki olaraq Fars körfəzində baş verən proseslər də onu göstərir ki, real əgər siz bir qədər əvvəl qeyd elədiniz, quru əməliyyatlar və digər məsələlərə xüsusilə toxundunuz. Əgər bu baş verərsə və nəzərə alsaq ki, indi artıq bugün 21-ci gündür müharibənin getdiyinin və bu 21-ci gün artıq xarakterində dəyişdiyini biz görürük. Xarakter
artıq nədən ibarətdir? Burada daha çox enerji müharibəsini biz görürük. Çünki zərbələrin böyük əksəriyyəti fikir versəz kritik infrastruktura vurulur hər iki tərəfdən. Yəni kritik infrastruktur hədəf olaraq seçilir. Bu deməkdir ki, artıq yavaş-yavaş o ağırlıq mərkəzi nüvə infrastrukturu və ya nüvə obyektlərindən yavaş-yavaş keçir enerji infrastruktura. Nə üçün? Çünki bu birincidən daha təsir edici və dünyanın neft bazarına, enerji sahəsinə birbaşa olaraq təsir edən bir məsələdir. Çünki sadəcə olaraq əgər söhbət, hətta hələ biz bütövlükdə geniş spektrə baxdıqda, yəni coğrafiyaya baxdıqda, təkcə Hörmüz boğazının bağlanması, yəni bu ən azından dünya hasilatının 1/5 hissəsinin avtomatik olaraq dünya bazarına çıxarılmasının qarşısının alınması deməkdir. Təkcə neft sahəsində. Qazda təqribən 25-27%, az qala 30%-ə yaxın. Yəni bu artıq ona xəbər verir ki, burada çox ciddi proseslər hələ qarşıdadır. Ənzəli limanına hücum oldu. Yəni İsrail Ənzəli limanı vurdu. Bu artıq Xəzər dənizinin təhlükəsizliyi ilə bağlı da məsələləri sual altına qoyur. Rusiya Xarici İşlər Nazirliyindən bu məsələ ilə bağlı bəyanat yayıldı və qeyd edildi ki, İsrail münaqişənin arealını genişləndirməyə çalışır və Xəzər ölkələri hazırda təhlükədədirlər. Qeyd eləyək ki, bütün bu proseslər həmçinin də o iddialar var idi ki, Rusiya İrana köməyi Xəzər dənizi vasitəsilə çatdırır. Bu iddiaların fonunda oldu ki, İsrail Ənzəli limanını vurdu, önəmli oradakı obyektləri hədəf aldı. Daha sonrasında isə Rusiya bu mesajı qəbul etdi və bəyanatla cavab verdi. Bütün bu proseslərin gedişatı ilə bağlı da dəyərləndirmənizi almaq istəyirəm. Yəni, İsrail Xəzər dənizindəki obyektləri vurmağa davam eləyəcək. Əlbəttə, İran obyektlərinə söhbət gedir. Davam eləyəcəkmi? Bu nəyə gətirib çıxarda bilər? Rusiyanın bu xəbərdarlığına necə bir cavab olacaq? Çox maraqlı sualdır. İlk əvvəl onu qeyd eləyək ki, bəlli məsələdir ki, Ənzəli dəniz limanı bugün Xəzər dənizində Rusiya-İran arasında olan ticari münasibətlərin uğurlu şəkildə təmin olunmasına bilavasitə xidmət edən və bunun üçün də əlverişli bir mühit yarada biləcək bir infrastruktur imkanlara malik olan bir limandır və bugün tək ən azından İsrail mediasında və ya digər Avropa mediasında yer alan o dron təchizatı və silah tədarükü kimi məsələləri hələm qoysaq bir qırağa, bəlli məsələdir ki, Rusiya ilə İran arasında çox ciddi iqtisadi əlaqələr məhz həmin Ənzəli dəniz limanı üzərindən həyata keçirilir və bu istisna deyil ki, burada həm də hərbi təyinatlı yüklərin daşınması da baş verə bilər. Yəni ən azından müxtəlif iddialar bilavasitə dronlarla bağlıdır. Yəni başqa bir silah növündən söhbət açılmadı. Amma dronlarla bağlı və sanki belə bir təsəvvür formalaşdı ki, bu məlumat İsrailin aidiyyəti strukturlarına çatdıqda, xüsusilə də hərbi kəşfiyyat işlərinin yerinə yetirilməsinə cavabdeh olan qurumlara çatdırıldıqda bu zərbələrin endirilməsi baş verdi və fikir verin, özü zərbə çox qısa bir müddət ərzində baş verdi və bütün Xəzər dənizində olan, ən azından yayılan informasiya da bunu deməyə əsas verir ki, İrana məxsus olan gəmilərin hamısı sıradan çıxarıldı. Yəni, hətta orada kiçik həcmli katerlər və digər sahil mühafizəsinin təmin olunmasına cəlb olunacaq nəqliyyat vasitələri var idi ki, onların da həmən o su nəqliyyat vasitələrinin sıradan çıxarılmasını biz gördük. Yəni, bu artıq ondan xəbər verir ki, faktiki olaraq, əgər nəzərə alsaq ki, Ənzəli dəniz limanı üzərindən hərbi təyinatlı yüklərin tədarükü baş verirsə, bunun qarşısı alınmış oldu. Yəni, ən azından burada İran gəmilərinin sıradan çıxarılması vasitəsilə. İndi buna cavab olaraq yenə də təxminəsi, yəni sırf hipotetik deyirik də, deyə fərz elə bu baş verirdi və bunun qarşısı alındı İran gəmilərini vurmaqla. Kim zəmanət verə bilər ki, səhərsi günü deyək başqa gəmilər vasitəsilə bu baş verməyəcək. Belə olduğu təqdirdə İsrail hansı addımlar ata bilər? Baxın, burada təhlükəli məqam buradadır ki, başqa bir ölkə məxsus olaraq gəmilərin hansılar ki, şərti olaraq yox, ən azı belə ehtimal olaraq ki, yəni hərbi təyinatlı yüklərin daşınması ilə məşğuldur. Onların vurulmasının
baş verilməsi təbii ki, böyük fəlakətlərə gətirib çıxarda bilər, elə Xəzər dənizi üzərində. Ona görə də mən düşünürəm ki, burada hətta bir əsəblər müharibəsi gedir və daha soyuqqanlı davranan xüsusi xidmət orqanları var, hansılar ki, hərbi kəşfiyyat xarakterli. İsrail soyuqqanlı davranmır, amma enerji infrastrukturuna hücumu da elə birinci İsrail başlatdı. Baxın, enerji infrastrukturun, yəni o da biraz şərtidir. Yəni bu çünki müharibə 21 gün ərzində o qədər tez dəyişən xarakterli bir prosesləri özündə ehtiva edir ki, yəni bugün hansısa bir enerji kritik infrastrukturun vurulmasının və ya hansısa bir enerji təyinatlı enerji təchizatı ilə məşğul olan obyektin vurulması ola bilər ki, hansısa başqa bir addıma cavab olaraq baş verdi ki, yəni burada kimi birinci hansı addım atması məsələsini qoysaq bir qırağa, indiki vəziyyətdə bu proses necə dəyərləndirilməlidir? Mən görürəm ki, yəni siz də bunu yəqin ki, əminliklə bilirsiniz ki, son günlər baş verən ən azından qarşılıqlı asimetrik zərbələr bilavasitə kritik infrastrukturların vurulması ilə bağlıdır. Yeri gəlmişkən, müharibənin ilk günlərində isə biz kritik infrastrukturun vurulmasını görmürdük. Hətta bundan da başqa Xark adasında ABŞ-ın avia zərbələri nəticəsində siz fikir versəz, Xark adası ən strateji əhəmiyyətə malik olan neft-qaz tədarükü funksiyasını yerinə getirən İrana məxsus olan bir adadır. Amma o adanın həmən o neft-qaz infrastrukturu ətrafında nə qədər obyektlər varsa, hansısa bir hərbi təyinatlı baza varsa, onlar vuruldu, amma neft-qaz tədarükünü yerinə getirən həmən o infrastruktur obyekti vurulmadı. Həmən o Xark adasında. Yeni bir informasiya var, onu da təqdim etmək istəyirəm. ABŞ prezidenti Donald Trump İsraillə birlikdə İrana qarşı müharibəyə ABŞ-İsrail münasibətləri üçün əlverişsiz bir vaxtda başladı deyilir. CNN-in belə bir məlumatı var. Çünki bundan öncə elə enerji infrastrukturuna hücumlar zamanı İsrail və Amerika Birləşmiş Ştatları arasında fikir ayrılığının olduğu bildirildi. Dünən axşam saatlarında Trump'ın belə bir açıqlaması oldu ki, mən xəbərdarlıq etmişəm. Netanyahu da söz verib ki, bundan sonraki dönəmdə enerji infrastrukturuna hücumlar davam etməyəcək. Amma İsrailin baş naziri bildirib ki, Trump'dan eyni mövqedədir və müharibənin davam etməsini istəyir. Bu müharibənin əvvəldən Amerikalı cəmiyyət üçün qəbul edilməsi çətin idi və bu vəziyyət ABŞ-İsrail münasibətləri üçün ciddi sınağa çevrilib deyə CNN-in belə bir təhlili də var. Siz bu fikir ayrılıqları ilə bağlı prosesləri necə sezirsiniz? Mənə elə gəlir ki, bu fikir ayrılıqları fərqli açıqlamalarda da artıq bu görünür iki ölkə o arasında. Fərqli açıqlamalar doğur o fərqli mövqelərdir. Yəni müharibənin gedişatı İsrail-Amerika münasibətlərinə necə təsir göstərəcək? Böyük pəncərədən baxsaq. Böyük pəncərədən baxsaq, təbii ki, indi hərçən ki, orada qeyd olunur ki, CNN-in təhlilində, yəni ABŞ-İsrail münasibətlərinin heç də yaxşı olmadığı bir dönəmə təsadüf elədi. Müəyyən mənada bəlkə də bununla razılaşmaq olardı təqribən 2-3 ay bundan qabaq. Amma son 2-3 ayda, xüsusilə də Sülh Şurasının yaradılması, Qəzza ətrafında gedən proseslər, Netanyahunun Amerika Birləşmiş Ştatlarına səfəri və orada bir mövqedən dilə gətirilən narrativlər onu deməyə əsas verir ki, faktiki olaraq o müharibəyə qədər hələm artıq 2-3 ay bundan qabaq olan hansısa bir soyuq bir münasibətlər var idisə amma biz bundan sonra bu narrativlərin dəyişdiyini gördük və müəyyən mənada bir ortaq bir məxrəc müəyyən edilmiş oldu. Ən azından ABŞ-İsrail münasibətləri kontekstində. Yəni o soyuqluq bir qədər ola bilsin ki, arxa plana keçdi ki, nəticə etibarilə müharibənin baş verməsi qaçılmaz oldu. Yeri gəlmişkən, müharibənin baş verməsinə gəldikdə isə burada başqa amillər bilavasitə öz təsirini göstərdi. Misal üçün, 3 raundlu görüş keçirildi Amerika Birləşmiş Ştatları ilə İran rəsmiləri arasında. 3 raund, birinci, ikinci raundda hər hansısa bir nəticə əldə olunmadısa, 3-cü raundun nəticələrinə biz baxdıqda görürük ki, İran tərəfi daha çox pozitiv mövqedən çıxış elədi ki, hələm növbəti raundlara artıq bir növ rəvac veriləcəkdir. ABŞ tərəfi məyusluğunu ifadə elədi ki, İran tərəfi danışıqlarda daha çox dekonstruktiv mövqe sərgiləmiş oldu, hətta müəyyən iddiamlar da yox, müəyyən şantaj xarakterli fikirlər səsləndirildi. Misal üçün, zənginləşdirilmiş uranla və digər onun nüvə başlıqlarında istifadə olunmasına dair ehtimallarla bağlı. Amma istənilən halda burada görünən oldu ki, bu da birbaşa olaraq təsir elədi. İranda gedən proseslər, yəni etiraz dalğası, hansı ki, dekabr ayının xüsusilə də başlayarkən yanvar ayında özünün bir pik nöqtəsinə gəldi, çatdı. Fevral ayında artıq o dalğanın bir qədər də səngidiyini biz görmüş olduq. Amma istənilən halda etiraz
bütövlükdə aradan qalxmamışdı. Cəmiyyətin içində hakimiyyətlə bağlı çox ciddi etiraz bir mühiti formalaşmışdı. Yəni bir növ etimadın göstərilməməsi məsələsi. Hətta vəziyyət o yerə gəlib çatmışdı ki, misal üçün insanlar imdadı daha çox deyək, ölkənin prezidentində axtardığı halda o bir çox proseslərə təsir eləmək bir neçə informasiya var. Vaxtımız da azdır, ona görə onları təqdim edib fikrinizi almaq istəyirəm. İsveçrə, İsrail, İran və İran müharibəsi şəraitində öz bitərəfliyini əsas gətirərək ABŞ-yə silah ixracına icazələrin verilməsini dayandırıb. Bu barədə Əl Cəzirə məlumat verib və İsveçrə hökumətinin bəyanatında qeyd edilir ki, İranla münaqişədə iştirak edən ölkələrə hərbi texnikanın ixracına icazələr münaqişə davam edən müddətdə verilməyəcək. Hazırda ABŞ-yə hərbi texnikanın ixracına icazə verilə bilməz deyə hökumətin bəyanatında vurgulanır. Digər bir xəbər isə NATO ilə bağlıdır ki, NATO yaxın şərqdə vəziyyətin gərginləşməsi fonunda öz kontingentini İraqdan müvəqqəti çıxarır. Bu barədə Agence France Presse agentliyi məlumat verir və İraqın güc strukturlarının 2 nümayəndəsi artıq bu agentliyə bildirib və İraq hökuməti ilə heç bir fikir ayrılığı yoxdur. Bu qoşunların müvəqqəti çıxarılması da onlar yaranan vəziyyətdən narahatdırlar deyə nümayəndələrdən biri qeyd edib. Digər mənbə isə qeyd edib ki, NATO missiyası az sayda hərbiçi istisna olmaqla İraqı tamamilə tərk edir. Öz növbəsində NATO nümayəndəsi bəyan edib ki, Alyans İraqdakı missiyasına müəyyən dəyişikliklər eləyir. İsveçrənin Amerika Birləşmiş Ştatlarına silah ixracının qadağan etməsi məsələsi ilə bağlı ilk olaraq dəyərləndirmənizi almaq istəyirəm. İraq məsələsi də olar, çünki o da NATO ilə əlaqəli məsələdir. Son dönəmlər Avropa ölkələri və Amerika Birləşmiş Ştatlarında indiyə qədər ki, yaranan o soyuqluq sanki münasibətlərin tamamilə qopmasına gətirib çıxardır. Trumpın bir neçə dəfə xahiş oldu, bir neçə dəfə çağırış oldu NATO ölkələrinə, Avropaya. Və onlar bir mənalı olaraq rədd elədilər. Biz qoşun göndərmirik, hərbi gəmi göndərmirik. Bu müharibə bizim müharibəmiz deyil. Trump heç bizə xəbər etməmişdi. Əməliyyatlar başlayanda deyirlər. Tam olaraq iki belə deyək, qitə arasında nə baş verir? Bu bütövlükdə təbii ki, Trump və Avropa İttifaqına üzv olan ölkələr və NATO-ya üzv olan Avropa ölkələri arasında olan bir prosesdir. Çünki və bu prosesin də əsası bir qədər də əvvəl tək bu mövzu üzərində yox, məsəl üçün Qəzza mövzusu üzərində daha qabarıq şəkildə özünü bir üzə vermişdi. Yadınıza düşür ki, misal üçün İspaniyanın baş naziri, müxtəlif ölkələr, Avropanın siyasi liderləri hətta Trump'ı çox kəskin şəkildə tənqid edirdilər Qəzza mövzusunda. Amma bundan da bir qədər qabaq, mümkün təhlükəsizlik konferansında da biz gördük ABŞ nümayəndəsinin Avropa ölkələrini çox sərt şəkildə tənqid etməsi, xüsusilə də NATO-ya üzvlük haqqının ödənilməsinin qaldırılması və hansı bu zərurətdən yaranır. Bu artıq istər-istəməz o dediyiniz soyuqlamaya, münasibətlərdə soyuqlaşmaya gətirib çıxarda biləcək çox vacib bir səbəblər oldu. Amma indi bunun əsasında nə baş verir? Nə üçün bugün İsveçrə və ya digər dövlətlər, misal üçün Böyük Britaniya ilə Fransa daha çox Kipr ətrafında təhlükəsizlik çətirini qurmaqda maraqlı olduqlarını bildirirlər və bunun üçün hətta Böyük Britaniya Aral dənizinin gəmi göndərir. Və bu o deməkdir ki, istənilən halda dövlətlər, həmin dövlətlər çox ciddi şəkildə ilk əvvəl özlərinin təhlükəsizlik sistemi barədə düşünürlər. Yəni onlar çox gözəl başa düşürlər ki, onların təhlükəsizlik sistemi hətta müəyyən mənada bəlkə də ola bilsin ki, hansı səbəblər ucbatına, xüsusilə də ABŞ çətirinin, ABŞ-ın təhlükəsizlik çətirinin onların üzərindən götürülməsi müəyyən mənada onları bir qədər az müdafiə olunan şəkilə sala bilər deyə onlar maksimum çalışırlar ki, öz dövlətlərini indiki ABŞ, İsrail və İran münaqişəsindən uzaq tutsunlar. Çünki nəticə etibarı çox gözəl başa düşürlər ki, əgər səhərsi günü İran və ya İranı dəstəkləyən hansısa bir qüvvələr hədəf olaraq Avropa ölkələrini nəzərdə tutarlarsa, bu daha əlçatandır, nəinki Amerika Birləşmiş Ştatları. Yəni potensial təhlükə olduğu üçün onlar bugün məhz belə müdafiə mövqeyinə keçməkdədirlər. İraqdan da yeri gəlmişkən NATO-ya məxsus qoşunların çıxarılması da hətta ehtimal oluna bilər ki, burada hansı quru, yox, burada ola bilər ki, quru əməliyyatların keçirilməsi təhlükəsi kifayət qədər yüksəkdir ki, bu da artıq həmin bölgədə bir çox dövlətlərin ərazisində baş verə bilər və bu da təbii ki, çox ciddi siqnaldır əslində, mən düşünürəm. Çox sağ olun Azər bəy, təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz üçün önəmli təhlillərə görə. Sağ olun. Dəyərli izləyicilər,